Salam, hər vaxtınız xeyir olsun. Hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Sizin üçün paylaşdığım MİQ və sertifikasiya kurikulum sınaq 1-in izahını təqdim edirəm. Bu sınağa YouTube-dan izləyən zaman testi əgər işlənməmisinizsə, YouTube-da videonun alt hissəsində, açıqlama hissəsində linki yerləşdirəcəm. İşləyib daha sonra videoya baxa bilərsiniz. Üstəgəl bizim qruplarımız YouTube kanalı, Telegram kanalı, Facebook qrupu, WhatsApp qrupu ən önəmlisi qoşula bilərsiniz. WhatsApp qrupunun linkini buraya yerləşdirə bilməmişəm. Qoşulmaq istəyənlər mənə şəxsidə WhatsAppda yazsın və mən oradan sizi qrupa yönləndirəcəm. Üzv olarsınız. Çünki birinci suallar, izahlar, tapşırıqlar əsasən orada paylaşılır və ödənişsizdir, yararlana bilərsiniz. Dərslərə gəldikdə, dərslərə qoşulmaq üçün isə ətraflı məlumat üçün mövcud nömrələrlə əlaqə saxlaya bilərsiniz. Ümid edirəm ki, hər biriniz üçün faydalı olar. İşləməyənlər üçün, işləyənlər də nəticə yaxşı yəqin ki, toplayıblar. Hansı sualda probleminiz varsa, həmin suala yığdırıb və videonu izləyə bilərsiniz, səhvinizə baxa bilərsiniz. Sual 1. Sual belədir. Deyir ki, son həftələr bir şagird dərsə əvvəlki kimi aktiv deyil. Suallara qatılmır, tapşırıqları yarımçıq edir. Ümumi davranışında sakitlikdən çox emosional çəkilmə müşahidə olunur. Müəllim bu dəyişikliklərin kökündə motivasiya azalması və emosional gərginlik və ya sosial təcrid ola biləcəyini ehtimal edir. İlk mərhələdə məqsəd şagirdin emosional təhlükəsizlik hissini, müəllimə inamını bərpa etməkdir. Şagirdin ilkin mərhələdə dəstəkləmək üçün ən uyğun addım hansı sayılır? Deməli, bu sualda işarələdiyim sizə cavab deyil, sadəcə olaraq təsadüfən əldə düşüb ora. İlkin mərhələdə müəllimin dəstəkləyəcəyi fəaliyyət hansı olar? Davranışın keçici ola biləcəyini düşünərək müdaxilə etmədən gözləmək və onun özünün məsələni açmasını ümid etmək, bu səhvdir. Bu bir növ desək ki, körkörənə bir yanaşma sayılır. Şagirdə sakit, təkbətək söhbət edərək onun üçün narahat olduğunuzu hiss etdirmək, emosional vəziyyəti soruşmaq və mühakimə etmədən dinləmək. Bəli, doğru cavab B variantıdır. Çünki biz birinci problemi öyrənməliyik. Şagirdin özünü dəyərli hiss etməsi üçün onu sinif qarşısında mütəmadi tərifləmək, motivasiyanı açıq şəkildə yüksəltmək bu səhv yanaşmadır. Çünki burada problem o deyil ki, biz tərifləyək, o problem aradan qalxsın. Şagirdin diqqətini yayındırmaq üçün ona daha çox ev tapşırığı verib, fikrini problemdən uzaqlaşdırmaq, bu da problemin həlli deyil. Sonra, dəyişikliyi müşahidə edən kimi səbəbi araşdırmadan, təbii ki, bu yanlışdır, səbəbi araşdırmaq lazımdır istənilən halda. Doğru cavab 1-də B variantı. Sonra növbəti suala baxırıq. İkinci suala tanış olaq. İkinci sualda deyir ki, sinifdə müxtəlif etnik qrupa aid olan xalqların nümayəndələri var. Şagirdlərdən biri öz adətinə uyğun olaraq bayramın sinifdə keçirilməsini təklif edəndə digərləri buna qarşı çıxır və bildirirlər ki, onlarda belə bir adət olmadığından bu tədbirə qoşulmayacaqlar. Müəllim bayramı keçirmir, amma şagirdləri qruplara bölür və hər qrupa özlərinin seçiminə əsasən bir xalqın mədəniyyətini əks etdirən təqdimat hazırlamağı tapşırır. Müəllimin fəaliyyəti haqqında nə demək olar? Müəllim deməli burada nə ilə rastlaşır? Situasiya belədir ki, şagirdlərdən biri deyir, bizim adətimiz var, bizim bir bayramımız var, gəlin siniflə bunu keçirdək. Digər şagirdlərdə də belə bir bayram olmadığından onlar deyirlər ki, bizdə belə bir bayram olmadığına görə biz bu tədbirdə iştirak eləməyəcəyik. O zaman müəllim sinifdə bu vəziyyəti yayındırır, yəni qrup işini bir növ desək ki, daha doğrusu bu fəaliyyəti bir növ dayandırır ki, yəni bayram keçirilməyəcək, amma uşaqları qrupa bölür. Qrupa böləndən sonra bəs nə edir? Qrupa böldükdən sonra isə belə deyək də seçim şansı yaradır uşaqlara ki, qruplar kimə hansı mədəniyyət maraqlıdır, o mədəniyyəti araşdırsın və ona uyğun bir təqdimat hazırlasın. Müəllim belə eləyəndə hamını nəzərə alır da, yəni bir uşağı nəzərə alıb o birisləri məcbur eləmir nəyəsə. Bu situasiyadan xəbər verir ki, müəllim şagirdlərə həssaslıqla yanaşır, yəni onların hər birini nəzərə alır, hörmət eləyir fikirlərinə və vəzifəsini peşəkarlıqla yerinə yetirir. Doğru cavab A-dadır. B. Müəllim çalışdığı müəssisənin şagirdlərinə keyfiyyətli təlim keçir. Bu da onun çalışdığı müəssisəyə loyallıq
səhv fikirdir. Müəllim şagirdə bu şəkildə yanaşması, onun peşə nüfuzunu möhkəmləndirməsi və cəmiyyətdə müəllim nüfuzunu qalxması səhvdir. Çünki bu situasiya onu göstərmir, müəllim-şagird münasibətinə aiddir. Situasiyadan xəbəri verir ki, şagirdlərdə sosial məsuliyyət kompetensiyası xeyr. Şagirdlərdə bu kompetensiya formalaşdırılmır axı. Burada müəllimin atdığı addımın doğru və yanlış olmasından söhbət gedir. Müəllimin bu fəaliyyəti şagirdlərdə sosial və vətəndaşlıq kompetensiyasını formalaşdırır. Sosial və vətəndaşlıqdan danışmır axı burada. Əksəriyyətiniz bunu yazırsınız, amma səhv eləyirsiniz. Çünki burada şagird deyir, mən bayram keçirmək istəyirəm. Müəllim də deyir ki, bayramı hamı keçirdə bilməz də. Yəni müəllim onu başa düşür uşaqlarda ki, yəni müəllim bizdə belə bayram yoxdur deyə biz bunu keçirmək istəmirik. O zaman müəllim bayramı keçirmir, amma uşaqları yenə də nəzərə alıb onlara müxtəlif xalqların mədəniyyətini araşdırmağı tapşırır. Amma burada sosial vətəndaşlıq yoxdur. Bu vətənpərvərlik, dövlətçilik məsələləri ilə bağlı olsaydı onu da eyni götürərdik. Doğru cavab 2 də A-dır. Sonra 3-cü suala baxırıq. 3-də deyir ki, müəllimin pozitiv və inklüziv mühit qurmasına aid cədvələ əsasən uyğunluğu tapın. Təlim prosesi zamanı şagirdin başa düşdüyünü ölçmək üçün formativ qiymətləndirmənin müxtəlif üsullarından istifadə etmək səmərəlidir. Bu düzdür. Sonra tapşırıqlar, layihələr və testlərlə bağlı şagirdlərin həm güclü, həm də təkmilləşdirilməli olan tərəflərini aydın şəkildə vurğulayan yazılar bildirmək, onlara verilən informasiya ilə istədikləri qədər tanış olmaq imkanı verir. Bu da düzdür. Və yazılı da ola bilər, şifahi də ola bilər. Belə sıxıntı deyil bu. Şagirdlərə zəif tərəflərini müəyyənləşdirməyə kömək etmək, onları təkmilləşdirməyə yönəltmək üçün vaxtı-vaxtında rəy təqdim etmək lazımdır. Bu da doğru variantdır. Təlim nəticələrini şagirdlərə aydın şəkildə çatdırmaq, onlara qiymətlənmə meyarlarını anlamağa imkan vermək, şagirdlərə nədə uğurlu olduqlarını və nəyi təkmilləşdirməli olduqlarını görməyə şərait yaradır. Bu da doğrudur. 4 fikrin 4-ü də doğru olduğuna görə doğruya doğru 1-2, yanlışa yanlış yoxdur. Çünki şərtdə uyğunluq istədiyinə görə cavab da A variantı olacaq. Sonra növbəti sual 4. Sualda deyir ki, şagird dərsə gecikən uşaqların cəzalandırılmasını gördükdə düşünür ki, gecikmənin səbəbini bilmədən uşaqları cəzalandırmaq doğru deyil. Çünki heç kim baş verə biləcək gözlənilməz hadisələrdən sığortalanmayıb. Şagirdin dərsə gecikməsinin haqlı tərəfləri ola bilər. Bu cür mühakimə yürüdən şagirdin mənəvi dəyərləri haqqında nə demək olar? Bu, Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi ilə bağlı bir testdir. Yəni bu sualda uşaq qoyulan qaydanın ədalətsiz olduğunu bildirir. Yəni qaydanı ədalətsizlikdə mühakimə eləyir. Qaydaları ədalətli və ya ədalətsizlikdə mühakimə etməyi gördünüzsə, cavabı verməlisiniz nəyi? Cavabı verməlisiniz sosial müqavilə. Deməli, nə oldu? Bu situasiya sosial müqavilə. Sosial müqaviləni də ifadə edən bir variant var burada, onu tapmalıyıq. Burada C-dədir. Şagird qaydaları cəmiyyət üçün nə dərəcədə uyğun olub-olmadığını daim sual altına salır və bildirir ki, əgər bu qaydalar düzgün məqsədə xidmət edərsə, məna kəsb eləyir. Yəni onda qaydalara əməl etmək olar. Yox, qayda cəmiyyətə xas deyilsə, onun pozulması da labüddür. Belə düşünür. Adidir, şagird hadisəni individual yanaşma ilə deyil, cəmiyyəti bir bütöv şəklində. Bu, nizamı qoruma. Nizamı qoruma. Şagird başqasının fikrinə sən davranırsa, bu qəbul olunma. Qəbul olunma. Şagirdə görə ən yüksək mənəvi prinsip şəfqətdir. Bu da universal etik prinsiplər. Şagird anlayır ki, məsələlərə münasibət təkcə bir şəxsin yanaşmasından asılı deyil. Müxtəlif fərdlər müxtəlif baxışır. Bu da individualizm, yəni şəxsi maraqdır. Burada doğru cavab oldu C variantı. Növbəti sual 5. Sualda deyir, sənin laboratoriya yoldaşın X ilə işarələnmiş naməlum bir metalla təcrübə aparıb. Bu metal hidroxlor turşusu ilə reaksiyaya girmiş və nəticədə hidrogen qazı ayrılmışdır. Standart temperatur və təzyiq şəraitində toplanan hidrogen qazının həcmi 448 mil olmuşdur. Və bu zaman 0,50 qram X metal istifadə edilmişdir. Təcrübə zamanı istifadə olunan həmin o X metalı tapın. Yəni bu X-i tapmalıyıq. Yəni bu tapşırıq hansı fənnə aiddir? Kimya fənninə aiddir. Kimya fənnində bu tapşırığın verilməsi zamanı şagird nə edəcək? Təbii ki,
Burada verilənlər əsasında bir hesablama aparacaq. Hesablama aparırsa bu fəaliyyət olur tətbiq etmək fəaliyyəti. Cavab B variantı oldu. Kifayət qədər rahat sualdır. Gəldik 6-cı suala. Sualda deyir, müəllim dərs zamanı buzqıran strategiyalardan istifadə edir. Buzqıranlar şagirdlərin bir-birini tanıması üçündür. İstifadə edərək şagirdlərin bir-birini tanımasını təmin edir. Çünki bu önəmlidir. Niyə görə? Çünki şagirdlər bir-birlərini tanımayanda konfliktlər daha çox baş verir və yaxud da konfliktlərin baş verməsindən başqa da konfliktlər baş verdikcə də bunu aradan qaldırmaq da problem yaradır. Amma uşaqlar bir-birlərini tanıyanda onda konfliktlərin qarşısını rahat almaq olur. Şagirdlər eyni və müxtəlif xüsusiyyətlərə malik olduqlarını başa düşürlər. Həmçinin müəllim şagirdlərin arasında baş verən bullying hallarının qarşısını almaq üçün hörmət və ehtiram mövzusunda esse yazmağı sinifə tapşırır. Bu həm də yadda saxlayın. Esse yazma strategiyası ilə bullyingin müəyyənləşdirilməsi yolu kimi bizə təqdim olunur. Şagirdlər bir-birlərinə olan münasibətlər əsasında bu tapşırığı yerinə yetirib sinif qarşısında təqdimat edirlər. Verilən situasiya ilə bağlı hansı fikir yanlışdır? Sualımız belədir. Müəllim sinifdə psixososial mühiti səmərəli qurmaqla şagirdlər arasında münasibətlərin tənzimlənməsinə çalışır, düzdür, çünki bir-birini tanımağı təmin etməyə çalışır axı. Müəllim bu fəaliyyəti imkan yaradır ki, şagirdlər ortaq xüsusiyyətlərindən xəbərdar olaraq birgə fəaliyyətə uğurlu ola bilsinlər. Bəli, çünki onlar bir-birini tanıyanda ortaq cəhətlərini də biləcəklər və bu gələcəkdə onların nəyisə üzərində birgə işləməsinə təkan verəcək. Müəllim şagirdlərdə yaradıcı düşüncənin inkişafına da imkan yaradır və bunu yoldaşları ilə münasibət qurmaqda tətbiq edir. Düz fikirdir bu da. Çünki esse yazdırmaq bacarığı vasitəsilə biz bullyingi müəyyən etməyə çalışırıq. Müəllim şagirdlərin müxtəlifliyi tanış olandan sonra onların öz fikirlərində doğru olduqları üçün mövqelərini müdafiə etməsinə çalışır. Bu səhv ümumiyyətlə situasiya ilə əlaqəli deyil. Necə yəni? Şagirdin biri bəlkə səhv düşünür, amma özü düşünür ki, mən düzəm. Bunu necə deyə bilərəm ki, sən müdafiə elə? Bu təbii ki, konfliktə gətirib çıxardar. D. Yanlışdır. Müəllimin etdiyi bu fəaliyyət şagirdlərin bir-birini tanımasına, yarana biləcək konfliktlərin qarşısına alınmasına və onların kompromisə gətirməyə fayda verəcək. Əlbəttə, bu buzqıranın üstünlüyüdür. Cavab oldu D variantı. Növbəti sual. Bu sual tipi ilə bilmirəm, tanışsınız yoxsa yox. Yəni, bu sual tipi imtahanda istifadə olunur və olunacaq. Həm də olunubdur. Müəllim şagirdlərə qidalar və sağlamlığımız mövzusunun müxtəlif mənbələrdən araşdırılmasını tapşırır. Deyir ki, bu mövzuda gələn dərs müzakirəmiz olacaq. Müəllim həmçinin də bu müzakirə prosesi üçün onlara meyarlar da verir. Müzakirə qaydalarına əməl etməyə tələb edir uşaqlardan, etibarlı mənbələrlə işləmək, bir də əsaslandırmaq. Müəllimin məqsədi haqqında verilənlərdən yanlışı tap. Müəllim şagirdlərin informasiya savadlığını formalaşdırır. Çünki deyir ki, gedin araşdırın. Həm də etibarlı mənbələrlə işləyəcəklər. Müəllim şagirdlərin bir-birini hörmət etməyini formalaşdırır. Niyə? Çünki müzakirə qaydalarına görə uşaqlar növbə ilə danışmalıdır, sözünü kəsməməlidir, fikrə münasibət bildirməlidir, şəxsə yox. Müəllim şagirdlərdə informasiyanı ümumiləşdirmək və qruplaşdırmaq bacarığını da formalaşdırır. Bu fikir səhv fikirdir. Çünki burada informasiyanın qruplaşdırılması desəydi, o zaman oxşarlıq, fərqlilik tap, əlaqələndir, ziddiyyətləri tap, belə fikirlər olmalıydı. C. Uyğunsuzdur, yanlışdır. Müəllim meyarlara elan etməsi şagirdlərin fəaliyyətinin məqsədyönlü olmasına və özünü qiymətləndirmə bacarığının formalaşmasına xidmət edir. Tamamilə doğrudur. Çünki meyar gördüyünüz kimi əvvəlcədən verilir. Meyarın verilməsi şagirdə dəstəkdir ki, şagird bilir ki, müəllim məni necə qiymətləndirəcək. Sonra müəllim şagirdlərdə informasiyanı müəyyənləşdirən zaman onun dəqiqliyini nəzərə almağı formalaşdırır. Çünki onlara etibarlı mənbələrlə işləməyi bir meyar kimi tələb edir ona görə. Cavab C oldu. Növbəti sual 8. Sualda deyir ki, verilən rəy nümunələrindən hansı şagirdin inkişafını təmin etmək üçün effektiv deyil. Yəni bir növ desək ki, inkişafa aparmayan rəy lazımdır. Afərin, tapşırıq üzərində çalışarkən addımlarının doğruluğunu dəyərləndirmək üçün məqsədyönlü suallar verirsən. Öyrənmə prosesini bu cür təşkil etməyin bir çox məsələlərin öhdəsindən uğurla gəlməyinə səbəb olur, düzdür. Şagirdin uğurunu vurğulayır və onun nailiyyətini dəstəkləyir, gördüyü işi dəstəkləyir. Tapşırıqları müstəqil şəkildə icra etmək qabiliyyətin yüksəkdir. Şagird yoldaşınla birgə öyrənməyə maraq göstərmirsən. Bu sənin sosial bacarıqların inkişafına ehtiyacın olduğunu göstərir. Müxtəlif qrup işlərinə cəlb edilməyin faydalı olar. Görürsünüz, uğurunu da deyir, uğursuzluğunu da deyir, ona yol da göstərir. Bu məqama
Diqqət eləyək. Sonra deyir ki, əhsən. Məlumatları qrafik və sxemlər vasitəsilə təqdim edirsən, bu zaman informasiyanı bir-biri ilə əlaqələndirə biləcəyin formada görmə imkanına sahib olursan. Söz ehtiyatını artırsan, məlumatları şifahi şəkildə də aydın formada təqdim edə bilərsən. Bu fikir necə fikirdir? Doğru fikirdir. Qeyd edir, yazı işində struktur məntiqi cəhətdən ardıcıldır. Qeyd etdiyin arqumentlərin bir çoxu zəif idi. Bu da fikrini əsaslandırmağa xidmət etmir. Növbəti mərhələyədək əsaslı arqumentlər bildirməyi bacarmalısan. Tamam, bacarmalıyam. Amma necə bacarım? Sən mənə yol göstərmirsən axı. Deyirsən ki, buna bacarmalısan. Məsələn, sən 5 dənə səhv yazmısan. Mən də deyirəm ki, sən bu 5 səhvini düzəltməlisən. Mən də bilirəm düzəltməliyəm. Neyniyim ki, düzəldim? Ona görə D variantı yol göstərmir, istiqamət vermir. Qrup işi zamanı yoldaşlarına fikir mübadiləsi etməyini, qrup üzvlərinin gözləntilərini aydın şəkildə ifadə etməyini təqdir edirəm. Tapşırığın hər addımının icrası zamanı müəyyən bir müddət təyin etsən, tədricən vaxtı idarə edilməsi bacarığını da inkişaf etdirmiş olarsan. Gördünüz, bu nəyə diqqət eləsən, nəyə nail ola bilərsən? Konkret istiqamət verdiyinə görə effektiv hesab olunur. Cavab oldu D variantı 8-də. Sonra baxırıq 9-a. 9-cu sualda deyir ki, son zamanlar müəllim müşahidə edir ki, şagirdin əhval-ruhiyyəsi aşağıdır. Dərsə maraq göstərmir. Buna görə müəllim nə edir? Şagirdlə fərdi şəkildə danışır, dostları, valideynləri ilə söhbət edir və yaranan problemin səbəbini müəyyənləşdirir. Daha sonra şagirdə psixoloji və emosional dəstək nümayiş etdirir. Problemi bu şəkildə həll olunması müəllim haqqında hansı informasiyanı verir? Müəllimin bu fəaliyyəti şagirdlərin təhsil tələbatının ödənilməsinə, problem həll etmə və qərar qəbul etmə. Bunun heç ümumiyyətlə aidiyyatı yoxdur. Axı müəllim burada görür ki, şagirdin əhval-ruhiyyəsi aşağıdır, bir şagirddən söhbət gedir. Və bu da şagirdi o problemini araşdırmağa başlayır. Özü ilə, yoldaşları ilə, valideyni ilə danışır, həmkarları ilə danışır ki, problemini bilsin. Biləndən sonra da ona dəstək olur. Yəni uşağı mühakimə eləmir də, yəni bu vəziyyətini anlamağa çalışır. Zəruri hallar istisna olmaqla müəllim peşə vəzifəsinin icrası ilə bağlı informasiyadan məxfilik qoruyur. Burada hansı məxfilik qorumadan danışır ki? Heç bir. Ona görə də B variantı yenə də yanlış fikirdir. Sonra növbəti sualımıza baxırıq. Müəllim sinifdə sağlam psixososial mühit yaradır ki, bu da onun çalışdığı müəssisəyə etibarlılıq nümayiş etdirdiyindən xəbər verir. Ümumiyyətlə aidiyyatı olmayan variantdır. Bu situasyondan xəbər verir ki, müəllim sinifdəki şagirdlərin fikir və düşüncələrini hörmətlə yanaşır. Axı biz burada bir şagirddən danışırıq. Bu onu göstərir ki, müəllim təcrübəlidir. Eyə baxın, müəllim pedaqoji situasiyaları və prosesləri dərk edir. Baş verən situasiyalar obyektiv qiymətləndirmə bacarığını nümayiş etdirir. Yəni müəllim belə vəziyyətlərdə hansı addım atacağını, nə edəcəyini bilir və ona uyğun davranır. Ondan dolayısıyla da bu testin doğru cavab oldu E variantı. Sonra 10-cu sualda deyir ki, şagird düşünür ki, nitqimi elə qurmalıyam ki, başqalarının marağına səbəb olsun və onlar mənlə həmsöhbət olmağa davam eləsinlər. Verilən situasiyaya görə şagird haqqında hansı uyğun fikirdir? Şagird məqsədinə çatmaq üçün başqalarının marağını cəlb eləyərək onların emosiyalarını idarə etməyə çalışır. Elə doğru cavab A-dadır. Çünki burada şagird deyir ki, mən nitqimi elə qurmalıyam ki, başqalarının marağına səbəb olsun və onlar mənlə söhbət olmağa davam eləsinlər. Deməli, mən başqalarını diqqətini özümə cəlb eləməkdən ötürü başqalarının marağı ilə tanış olmalıyam. Mən bilməliyəm ki, onların marağı nədir ki, mən danışım ki, onların marağı mənə yönəlsin. Ona görə nitqimi onların marağının üzərində qurmaq üçün onların maraqlarını öyrənməliyəm. Onların emosiyalarını, sevdiyi, sevmədiyi şeyləri öyrənməliyəm. Ona görə də cavab onda A variantıdır. Digər variantların heç biri məntiqli deyil. Keçdik bura 11-ə. 11-də deyir, müəllim gündəlik planlama hazırlayan zaman dərsin məqsədini və qiymətləndirmə meyarlarını müəyyən edir və dərsin əvvəlində şagirdlərə elan edir. Bu belə də olmalıdır. Müəllimin fəaliyyəti ilə uyğunluq təşkil edən yanaşmanı tap. Ümumiyyətlə, müəllimin bu yanaşması scaffolding yanaşmasıdır. Bu scaffoldingdir. Bizə nə lazımdır? Scaffolding aid olan bir variant tapaq.
Müəllim şagirdləri tanımaq üçün digər fənn müəllimləri ilə əməkdaşlıq eləyərək onların öyrənmə özəlliklərini müəyyən edir. Bu Gardnerin çoxnövlü zəka nəzəriyyəsidir. Yəni onların intellekt növlərini tapmaq. Müəllim şagirdlərin əməl etməli olduqları qaydaları onlarla birgə hazırlayaraq demokratik mühit yaradır. Bunun ümumiyyətlə scaffolding aidiyyatı yoxdur. Müəllim şagirdləri yeni mətni keçməmişdən həmin mətnlə bağlı yeni sözləri lüğətdən araşdırmağa yönəldir ki, oxu zamanı problem yaşanmasın. Bəli, scaffoldingdir. Müəllim imtahan nəticələri aşağı olan şagirdlərə söhbət edir, onlara özünə inam formalaşdırır. Bu açıq düşüncə tərzinə yönəltmədir. Bu Karol Dweck'ə gedər. Müəllim şagirdlərə kimsəsiz insanlar haqqında danışaraq onların ailələri olduqları üçün nə qədər şanslı olduqlarını onlara başa salır. Bunun scaffoldingə heç aidiyyatı yoxdur. Bu ümumiyyətlə mənəvi dəyərlərlə bağlıdır. Demək ki, burada Vygotsky'nin scaffoldingi lazımdır ki, bu da C variantında verilib. Yəni situasiyada da Vygotsky'də, burada da Vygotsky'dir. Yəni ikisi də bir-birindən uyğunluq təşkil eləyir. Sonra növbəti sual 12-yə baxırıq. Maraqlı sualdır. Biraz da həcmi böyükdür. Sualda nə deyir? Deyir ki, tənəffüs zamanı şagird sizə yaxınlaşaraq bildirir ki, sinif yoldaşlarından bir neçəsi onu WhatsApp qrupunda sistematik şəkildə təhqir edir. Yəni, davamlı olur da bu vəziyyət. Barəsində yanlış məlumatlar yayır və istehza edirlər. Bu hallar artıq bir həftədən çoxdur davam edir. Şagird özünü təcrid edilmiş, dəyərsiz və qorxmuş hiss etdiyini bildirir. Hətta məktəbə gəlməkdən imtina etmək fikrinə düşdüyünü söylüyor. Siz onun emosional gərginliyini müşahidə etdikdə hadisənin yalnız fərdi problem deyil, ümumi sinif mühitinə və psixoloji təhlükəsizliyə ciddi risk yaratdığını anlayırsınız. Bu vəziyyətdə müəllim kimi hansı yanaşma ən effektiv, elmi əsaslı və etik riskləri minimuma endirən müdaxilə strategiyası hesab olunur. Yəni burada sual kompleks sualdır. Tədbirlər də kompleks həyata keçirilməlidir. Bu məqama diqqət eləyək. Mübahisə doğuran vəziyyətin ictimai müzakirəyə çevrilməməsi üçün hadisəni yalnız zərər çəkmiş şagirdlə danışaraq ona səbirli olmasını tövsiyə edib, emosional dayaq göstərmək və prosesi fərdi səviyyədə bağlamaq bu yanlış yanaşmadır. Yəni bu problemə dəstək köməklik eləyə bilər, amma bir növ effektiv sayılmaz. Yəni deyirəm ki, hələ gözlə, hələ səbirli ol. Yanaşma düzgün deyil. WhatsApp qrupda həm də burada deyir axı, ən effektiv, elmi əsaslı və etik riskləri minimuma endirən. WhatsApp qrupunda adları çəkilən şagirdlər dərhal sinif qarşısında tənqid etmək bu səhvdir. Şikayətçi şagirdlərin valideynlərlə əlaqə saxlayaraq məsələni sadəcə ailə müstəvisinə yönəltmək bu da səhvdir. Hadisəni məktəbin psixoloqu, sinif rəhbəri və rəhbərliyi ilə koordinasiyalı formada araşdırmaq deyə bilər ki, müəllimin özü müdaxilə etməlidir. Axı burada deyir ki, sistematik şəkildə bir neçə dərs artıq davam eləyir. Həm zərər çəkmiş şagird üçün emosional dəstək, həm də təhqir edən qrup üzvləri üçün maarifləndirici, bərpedici görüşlər təşkil etmək, valideynləri prosesə etik çərçivədə cəlb etmək, sinif üzrə rəqəmsal təhlükəsizliklə bağlı proqram həyata keçirmək ki, yəni WhatsApp-dan düzgün istifadə eləsinlər uşaqlar. Rəqəmsal bacarıqların inkişafı. Edə deyir ki, münaqişənin böyüməməsi üçün mövzuya müdaxilə etmədən vəziyyəti zamanla öz-özünə bu səhv ümumiyyətlə bu müdaxilə sayılmır ki. D. Cavab oldu 12-ci sualda. Növbəti sual 13. Deyir ki, bu düşünmə formaları ilə bağlıdır. Beyin əmləsi üsulu ilə şagirdlər ideya və fikirlər irəli sürürlər. Bu divergent düşünmədir, bu doğrudur. Çünki yeni ideyalar toplayırıq. Şagird düstur əsasında misalı əldə etmənin yolunu öyrənir, sonra misalı əldə edir. Qaydanı bilir, qaydanı nümunələrdə tətbiq eləyir. Bu nədir? Deduktiv düşüncədir. Bu da doğrudur. Şagird gördüklərinə əsasən belə fikrə gəlir ki, heç də bütün insanlar eyni hadisəyə eyni cür yanaşmır. Yəni, hamı məsələyə eyni cür yanaşmır o demək ki, görürəm, ümumiləşdirmə aparıram. Görüb ümumiləşdirirəmsə, bu induktivdir və doğrudur. Coğrafiya dərsində müəllimin tapşırığına əsasən şagird atlas üzərində işləyir. Atlas üzərində işləmək, sxemlər, qrafiklər, cədvəllər, bu cür işləmələr yadınızda belə saxlayın ki, nəyə bağlıdır? Qeyri-verbal düşünmədir. Verbal səsli sözlüdür. Bu da şəkil təsvirlər olanda qeyri-verbal gedir. Bu da uyğunluqdur. Şagird başa düşür ki, testlərini vaxtında etməsə, sonra vaxt çatdırıb digər tapşırıqları işləyə bilməyəcək. Daha sonra imtahandakı nəticəsi zəif olacaq. Bu bir-birinə təsir etmədir. Hər şey bir-birinə təsir anlayışı arıcıl düşünmə deyil. Bu olmalıdır sistemli düşünmə forması. Ona görə cavab E variantıdır. Yanlışı soruşur bizdən. Növbəti sual 14.
Bu ədəbiyyat fənnini daha çox əhatə eləyir. Dərsdə Nizami Gəncəvin İskəndərnamə əsəri tədris edilir. Müəllim şagirdlərə tapşırır ki, tarixi faktlarla əsərdə verilən faktları, bu ədəbiyyat, bu da tarix, müqayisə eləsinlər və müəllifin sərbəst yanaşmasının tarixi faktları nə qədər dəyişdiyini müəyyənləşdirsinlər. Yəni müəllif nə qədər hadisələri dəyişib, müəllifin mövqeyini müəyyən etmək. Gəlinən nəticəni əsaslandırsınlar. Həm burada inteqrasiyanı soruşuram, həm də idrak taksonomiyasının mərhələsini soruşuram. Yadda saxlayın, burada tarix və ədəbiyyat arasında əlaqə olduğuna görə biz fənlər arası inteqrasiyanı götürə bilirik. Burada eyni zamanda müəllif mövqeyinə istinad var. Müəllif mövqeyinin müəyyənləşdirilməsi dediyinə görə burada təhlil etmək mərhələsi də var. Ona görə də burada dəyərləndirmək çıxdı, burada dəyərləndirmək çıxdı, burada təhlil B, D, E də var. Amma burada fən daxili inteqrasiya yoxdur, burada fən daxili inteqrasiya yoxdur. Ona görə də cavab oldu E. Fənlər arası inteqrasiya, təhlil etmək, təbii ki, bu fəaliyyət həm də biliyin hansı növünə əsaslanır, konseptual biliyinə əsaslanır. 14 E variantı oldu. 15-ci suala baxıram. 15-də deyirəm. Müxtəlif dərk etmə qabiliyyətinə malik şagirdlər olan sinifdə müəllim təlimi təşkil edərkən dərsi kiçik qruplarla keçir. Bu zaman diqqət edir ki, qrupdakı şagirdlərin hamısı eyni potensiala malik olan şagirdlər olmasın. Yəni, eyni qrupda həm də dərk etməsi yüksək, həm də aşağı olan şagirdlər iştirak etsin. Belə olduqda sinifdə müəllimin məqsədi ilə bağlı hansı fikir doğrudur? Şagirdin dini etnik mənsubiyyətinə hörmətlə yanaşdığı, onların fikir bildirməsi və fikirlərini paylaşmalarına şərait yaratdığı üçün onları təlim prosesinə marağını artırması səhv fikirdir bu. Şagirdin nəticələrini onlara müzakirə etmək səhvdir. Müəllim şagirdlərin bu şəkildə dərsə cəlb etməsi ilə təlimin öyrədici, inkişafedici və tərbiyəci bu pedaqoji prosesin tamlığına əsaslanır. Bunun ümumiyyətlə aidiyyatı yoxdur. Müəllim sinifdə inklüziv mühit yaradır. Yəni hamı üçün təhsil əlçatan olsun deyə düşünür. Bununla da şagirdlərin eyni təlim mühitində bərabər səviyyədə iştirakını təmin eləyir. Həqiqətən D cavabdır. Müəllim dərs zamanı dövlətin, cəmiyyətin, şagirdlərin tələb və maraqlarını bu tələb yönümlüyə aiddir. Bunun ümumiyyətlə aidiyyatı yoxdur. Cavab D oldu 15-ci sualda. Növbəti sual 16. Sual coğrafiya fənnini əhatə edən bir taksonomiya sualdır. Şagird səhralaşma və torpaq degradasiyası mövzusunda qısa məlumat mətni oxuyur. Bax, mətn oxuyur. Bu mətndə mənbədir. Bu mətndə mənbədir. Deyir ki, mənbədə, yəni həmin mətndə səhralaşmanın səbəbləri, təsirləri və qarşısının alınma yolları var. Yəni onlar oradadır. Mətnə əsaslanıb səhralaşma probleminin əsas səbəblərini, vurduğu zərərləri müəyyən eləyin. Yəni siz artıq mətn üzərində işləyəcəksiniz. Ona istinad eləyərək müəyyən eləyəcəksiniz ki, onun səbəbləri və əsas vurduğu zərərlər nələrdir. Mətnə əsasən fikrinizin əsaslandırılması üçün mətndən azad 2 dənə arqument göstərin. Bu öz fikrinizi əsaslandırmaq deyil, mətnə əsasən fikir əsaslandırmaqdır. Biz də demişdik ki, fikrin mətndəki faktlarla, fikrin mətndəki fikirlərlə əsaslandırmanı görürüksə, cavabımız olmalıdır nə? Cavabımız olmalıdır təhlil etmək. Bu anlamaq tətbiq, dəyər olmaz, təhlildir. Təfəkkürün növlərinə əsasən biz məntiq, tənqid, yaradıcı kimi keçirik. Amma burada gördüyümüz sistemlə abstrakt, analitik kimi təfəkkür adları da göstərilir. Ona görə bizdə bunlar da əslində təfəkkürün bir forması hesab olunur. Analitik təfəkkürü nə ilə yadda saxlayın? Analitik analiz sözündəndir. Analiz sözünü də yadınıza saxlayın ki, analiz zaten təhlil deməkdir. Ona görə də təhlil edən fəaliyyətlərdə analitik anlayış həmişə olur. Analitik düşüncəmiz inkişaf eləyir. Cavab olmalıdır. Ona görə də E variantı. Sonra gəldik 17-yə. 17-də deyir ki, müəllim yeni dərsin tədrisinə başlamazdan əvvəl şagirdlərə dərs ərzində onların qiymətləndirilməsinin necə aparılacağını əks etdirən rubrik təqdim edir və meyar səviyyələri şagirdlərə izah edir. Bununla da şagirdlərə aydın olur ki, dərs müddətində nələrə diqqət yetirməlidirlər. Bu da scaffoldingdir. Scaffolding, yəni Vygotsky. Vygotsky'nin scaffoldingi. İndi mən soruşuram ki, təşkil etməyən, uyğunluq təşkil etməyən tap. Yəni aşağıdakı variantların hamısı scaffoldingdir, bir scaffolding deyil. O həmin olmayanı tapmalıyıq. Müəllim şagirdlərə məsələləri düz həll etmələri üçün düsturdan çıxarışları edib ən qısa yolu şagirdə təqdim edirlər. Bu səhvdir. Çünki materialın özündə də qeyd olunur ki, scaffolding şagirdə ən qısa yolu göstərmək deyil, onun yerinə iş görmək deyil, ona istiqamət verməkdir. Cavab A'dır, yanlış. Müəllim dərs zamanı yeni sözləri söz boğçasında verərək mənalarını tapmaqda şagirdlərə köməklik eləyir. Bu scaffolding sayılır.
Müəllim şagirdlərə tapşırıq verəndə əvvəlcədən qiymətlənmə meyarlarını və hər meyara uyğun keyfiyyət səviyyələrinin açılışını da verir. Düzdür. Zaten şərtin özündə də var bu. Müəllim keçəcəyi yeni mövzunu keçmiş dərslərin elementləri ilə əlaqələndirərək şagirdə təqdim. Bu da düzdür. Müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə alaraq təlim prosesində fərqli öyrənmə metodları planlayır. Bu da doğrudur. Doğru cavabımız olmalıdır. A variantı 17-ci sualda. Sonra davam edirik. Növbəti 18-ci sual. Sualda deyir ki, müəllim zərərli vərdişlər və onlardan qorunmaqla bağlı şagirdlərə müstəqil öyrənmə bacarığı və məsuliyyət formalaşdırmaq üçün planlamasına müxtəlif fəaliyyətlər daxil edir. Şagirdlər qruplara bölür. Zərərli vərdişlər, onların yaranma səbəbləri, insan sağlamlığına təsiri və sağlamlığın qorunması haqqında araşdırma aparmağı tapşırır. Müəllim tədqiqat zamanı şagirdlərə istiqamət verir. Verilən situasiya ilə bağlı yanlış fikri seçək. Müəllim tədqiqat prosesini praktik fəaliyyətlərlə birləşdirir. Bununla da öyrənmə prosesi daha səmərəli və maraqlı olur, düzdür. Müəllim şagirdlərə istiqamət verməsi onların müstəqil öyrənmə bacarıqlarının formalaşmasına mane olan əsas səbəbdir. Bəs müəllim onda şagirdi istiqamətləndirməsinmi? Müəllim şagirdi istiqamətləndirəndə bu şagirdin özünün işləməsinə şərait yaradır. Çünki mən istiqamət verirəm, o özü işləyir. Amma mən onun yerinə iş görürsəm, o işləməyəcək. Çünki məndən hazır alacaq məlumatı. Ona görə də biz orada şagirdə istiqamət verməyimiz onların müstəqil öyrənmə bacarıqlarına mane olur, yox. Ta da onların müstəqil öyrənməsinə dəstək olur. B səhvdir. Müəllim belə fəaliyyətlər həyata keçirməklə şagirdlərin potensial imkanlarını üzə çıxarmasına səy göstərir. Bu düzdür. Hər şagird necə işləyəcəyini ortaya qoyacaq. Müəllim şagirdlərin 21-ci sinif vacib bacarıqlarını reallaşdırmaqla onlara fənn-üstü inteqrasiya reallaşdırır. Bəli, çünki onlar zərərli vərdişlərdən danışanda zaten hardan alırlar bu məlumatları? Gündəlik həyatlarında gördüklərindən də nümunələr gətirəcəklər. Bu da düzdür. Müəllim şagirdləri belə fəaliyyətlərə cəlb etməklə onlarda əldə edilən informasiyanın əsaslığını müəyyənləşdirmək bacarığını inkişaf etdirmiş olur. Bu da düzdür. Araşdıracaqlar, məlumat əldə edəcəklər, həmin informasiyalar hardan qaynaqlanır, onları biləcəklər. Doğru cavab B variantıdır 18-də. Növbəti 19-cu sual. Müəllimin yanlışa yol verdiyi situasiyanı müəyyən edin. Müəllim şagirdlərə verdiyi problemli situasiyanı ətraflı tədqiq etmələri üçün şərait yaradır. Problemin həlli yolunu onlarla birgə müəyyənləşdirir. Bu səhv deyil. Çünki müəllim şagird qarşılıqlı əməkdaşlığı var. Müəllim şagirdlərə yeni biliklər üzə çıxarmaq, şagirdlərin dərs aktivliyini saxlamaq, müzakirə olunan məsələyə maraq oyatmaq üçün interaktiv oyunlar təşkil edir. Oyunlarda qalib gələn şagirdlərə müəyyən mükafatlar verir. Bu da doğru yanaşmadır. Müəllim qlobal istiləşmə mövzusunda araşdırma iş aparmaqdır. Məqsəd daha doğrusu qlobal istiləşmə mövzusunda araşdırma aparmalıdır. Şagird gedib özü araşdıracaq. Müstəqil iş. Müstəqil iş. Müəllim şagirdlərə məlumat əldə etmək üçün təqdim etdiyi video mühazirəyə qulaq asıb, yəni müəllim hazır verir. Hazır mühazirə verir. Bu səhvdir. Müəllim hazır mühazirə verirsə, burası yanlışdır. Qeydləri götürüb onun əsasında tapşırıq yerinə yetirməyə tapşırır. Bu səhvdir. Çünki müəllim araşdırma veribsə, niyə hazır mənbə, hazır daha doğrusu mühazirə verməlidir ki? Biz şagirdə mənbə maksimum orada mənbə verə bilərik ki, get bu mənbədən araşdır. Amma biz ona mühazirə veririksə, bu artıq şagirdi yönləndirmək sayılmır. Ona məlumatı hazır verməkdir. Ona görə də bu araşdırma sayılmayacaq. Yanlışa yol verdiyi situasiya ona görə də C-dir. Müəllim şagirdlərə öyrənmə tərzlərinə uyğun interaktiv tapşırıqlar verir. Onların təfəkkürünü inkişaf elətdirir. Düzdür. E-də deyir ki, öyrənməni bir proses kimi vurğulayır. Diqqəti qiymətlərdən və yekun nəticələrdən öyrənmə prosesinə köçür. Yəni deyir ki, qiymət üçün, nəticə üçün oxumayın da, öyrənmə üçün oxuyun. Yəni prosesə yönəldir uşağı. Əsas nəticə qazanmaq yox, nəticə qazanmaq üçün etdiyin cəhdlərdir. Səy göstərməyin, kömək istəməyin öyrənmə prosesində vacibliyini vurğulayır. Bu da doğrudur. Deməli, cavab C variantı oldu 19-cu sualda. Növbəti sonuncu suala baxırıq. Bu sual üsullarla bağlı sualdır və bir növ desək ki, uyğunlaşdırmadır. Bir fikrində kənarda qalması var. Müxtəlif səviyyəli suallar hazırlamaq üçün effektivdir. Söhbət gedir burada bulum kubundan, buna E gedir. Şagirdlərə öyrəndikləri haqqında refleks etməyə imkan yaradır, həm də diaqnostik vasitədir. Buna gedir B, yəni BB. Dərslərdə əşya hadisə məsələyə müqayisə etməyə, onların oxşar fərqli cəhətlərini tapmaq üçün Euler-Venn diaqramıdır. Buna gedir D. Hər hansı bir situasiyada şagirdin başqasının davranışlarını nümayiş etdirən məsələyə həmin aspektdən baxmasını təmin edir. Bu rollu oyundur. Buna gedir A. Şagirdlərin bilikləri arasında nə dərəcədə düzgün əlaqə yarada bilib bilmədikləri keçənlərin anlama dərəcəsini, bunu yazıram. Anlayışın
çıxarılması. Anlayışın çıxarılmasına aiddir. Deməli, bununla bağlı fikir var, bununla bağlı fikir var, bununla bağlı fikir var, bununla bağlı fikir var. Deməli, insertlə bağlı fikir yoxdur. Insert o belə üsulu idi də, plus qoyurduq, minus qoyurduq, V işarəsi qoyurduq, bir də sual qoyurduq. Bu işarələr sistemindən mətni kodlaşdırmaq idi. Deməli, 20-ci sualın cavabı C variantı oldu. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Kanala abunə olmağı, paylaşmağı unutmayın və növbəti izahda görüşərik. Sağ olun.